cənabçılıq. Bu dəqiqə mən bu məktubu burada hamıya təqdim edirəm. Cənab prezident, bir daha sizdən xahiş edirəm. Cənab prezident, vallah billah da ümidim sizsizə, mənim başqa ümidim yoxdur cənab prezident. Görün mənə nə yazıblar. Bunlar bu süründürməçilik deyil nə edir. Bunlar burada məndən deyir ki, biz dəyəri müəyyən eləyə bilmirik. Bunlar göstəriblər özləri ki, biz dəyəri müəyyən eləyə bilmirik. Məktubla mənə deyir ki, sən məktub yaz ki, mən sənin malına fiziki baxış götürdüm, qardaş. Buradakı problemləri həll eləmək mümkün deyil. Betonu gərəkdir aslında, özdə böyük beton. Buyurun. Cənab prezident, sizdən xahiş edirəm. Çox yox, bir balaca vaxtınızı bilirəm, vaxtınız həqiqətən də bu xalq üçün ayırırsınız. Vətəndaşların rahatçılığı üçün vaxt ayırırsınız. Çalışırsınız. Cənab prezident, vallahi billah. Buyurun. Yeni bir şikayət var. Şikayətdən çox şikayət başdan ayağa problemdir bu idarə. Hansı problemlərdən söhbət gedir? Ekskavatorları gətirmişik, pulu ödəmişik, hər şey eləmişik, sərsi günü bizə gətirib çıxardıqlar onlarla. 120% birdən tərəfdən yenə artım edik. Texnikaların gətirilməsi prezidentin tapşırığı ilə vergiden hər şeydən azad olunur bax. Necə? O azad olunur, yəni bunların buradakı prezidentin verdiyi sərəncam Elmir Ramazanov bilmirik də, yəni daxili qanunlardır, dövlət qanunlardır, şansında araşdırmaq da istəmirlər, heç nə də bildirmək istəmirlər. Sizə məlumat verilmir. O 10 gündür maşın gəlibdir buradadır, özdə Qazaxıstan maşın üstündədir, o şofer də bizlə dalaşır, qırğın salıbdır ki, siz gəlin bunlardan. Mən öz ekskavatorunuzu düşürdüm, mən maşınımı götürüm çıxım dedim. O da buraxamır. Yəni o pik nöqtədədir gəlib çatıbdır. Digərləri pik nöqtədə deyil. Birini alladırlar, birini görmürsüz. Yəni burada bu günləri özü Elmir Ramazanov özü qol çəkib bu müəssisəsindən ki, mən dəyəri müəyyənləşdirə bilmirəm. Nətər müəyyənləşdirə bilmirsən? Müəyyənləşdirə bilmirlər. Sən niyə burada oturublar bunlar? Qardaş, bəs sənə niyə vəsait ödəndir? Sən niyə maaş alırsan? Maaşına Sən niyə niyə alırlar? büdcə ziyan verirsən? Sən onda burada niyə oturmusan? Ay Elmir Ramazanov. Axı sən süründürməçilik edirsən, Elmir Ramazanov. Mən bir daha bildirirəm. Cənab prezident, 2000 dənə bəyannamə var, kargolar var, özünün himayə etdiyi şirkətlər var. Gəlsin bura dövlət orqanları gəlsinlər, hüquq mühafizə orqanları gəlsin. Kamran müəllim, sizdən xahiş edirəm. Kamran müəllim, cənab prokuror, sizdən xahiş edirəm. Vallah müdaxilə edin. Vəzifə saxtakarlığı, vəzifə üzrə başınalığıdır. Görün nə yazır burada. Bax məni çağırıb içəri deyir ki, Nərgiz Həmidova deyir ki, mən dəyəri müəyyən edə bilmirəm. Deyirəm sən onda niyə oturmusan burada? Nərgiz Həmidova nə vəzifəni sağır? Yəni ən ağıllısı vəzifəsi. Əvvəl Hər şeyi bilir. Hər şeyi bilir. Deyir mən hər şeyi bilirəm. Başım mən müəyyən elə bilməm. Hər şeyi bilir. Qrup rəhbəridir, amma dəyəri müəyyənləşdirə bilmir. Bəli, bu maldan gəlibdi. Deyirsən bu malın deyir göstərməlisən. Mənə deyir ki, malın ticarət nişanı markasının artikulunu mən də göstərirəm ki. Siz sual vermədiniz ki, hansı savadla cavab verdiniz və sadəcə müəyyənləşdirə bilirsiniz? Vallahi çox sual vermişəm, ancaq Kamil müəllim, son sözləri nə oldu? Son sözləri heç nə. Deyir ki, sən mənə məktub yaz. Mən sənin məktubun əsasında götürüm açım fiziki baxış edeyim. Deyirəm qardaş, mən gətirmişəm malı. Sən indi bunu müəyyən eləməsən, nə edəcəksən? Mənim məktubumu Sözün niyə fiziki baxış Ha keçirsə bəli. Ha görsən sən heç gömrükçü deyilsən. Sən baxmalısan. Qardaşım sən heç gömrükçü deyilsən, icraatçı jurnalistsən. Sənin savadın çoxdur. Vallahi billah bulanın savadı yoxdur. Quran and olsun. Ha nə danışırsan? Necə? Növbəti addım. Növbətdə addım getdi Gölvək Gömrük Odasının qabağına. Şahin müəllim gəlirəm. Oldu. Cənab prezident, bu günləri günün axırına kimi prezident administrasiyasının qarşısına da gələcəm. Mən sübut edəcəm ki, bax saxtakarlıq budur. Rəsmiyə keçiblər, rəsmi saxtakarlıq. Elmir Ramazanov məndən qisas alır. Mən bu günləri sübut edəcəm. Kamran müəllim Əliyev, xahiş edirəm bu vəzifə öz başa 308, 307 hamısı burdadılar. Bunlar bununla məşğuldurlar. Kamran müəllim. Vallahi billah bura bir dənə gəlməlidirlər, bunlar bir dənə yaxşı yoxlamalıdırlar. Bunlar baxmalıdırlar ki, bu nə yazıb baxır qardaş. Sən niyə öz vəzifəvi icra eləmirsən? Sənin öz daxili təlimatın var. Sən daxili təlimatı mənə, vətəndaşa tətbiq edə bilməzsən. Kamran müəllim Əsədov. Kamran Əsədov səhv eləmirəmsə də düzdür. Kamil müəllim, bu neçə müddətdir siz burada etirazınızı edirsiniz və dəfələrlə də çıxışınızda Bir dənə şey deyəcəm. Nərgiz xanım oradan çıxdı. Nərgiz xanım elə həmişə burada var idi. Nərgiz xanım bütün inspektorlardan ağıllıdır. Hamısını da bilir. Elmir Ramazanov da regulovka bilir. Yox, bir dənə məsələ var. Bir dənə məsələ yaxşı yadan düşdü. Cənab prezident, büdcənin 40-50% buradan formalaşır. Həqiqətən buradan formalaşır. İndi gəlin bir dənə fikir. Qardaş, büdcənin Necə formalaşır ki, əməkdaşları 5 ayda maaş ala bilir?
Yox, indi bax mən onu deyirəm də. Görün buradan formalaşır. Gör, elə özün deyirsən müəllim. Əgər elə maaş ala bilmirsə, hansısa bir saxtakarlıq var. Hətta Bu boyda- getmişdə Ay qardaş, heç nə demirəm. Müəllim, xahiş edirəm. Xahiş edirəm, diqqətlə bir dəqiqə. Əgər bu məktubu, saxta məktubu mənə verirsə, büdcə formalaşıb buradan keçirsə, maaşları verə bilmirlərsə, məzuniyyətdən həm saxtakarlıq edirlər, nə sonra qardaş büdcənin başından oyun açırlar bunlar. Heç nə. Olduram. Mənim sözüm yoxdur. Görün büdcənin başından nə oyun açırlar, kimə veriblər ki, deyir ki, mən təyin edə bilmirəm. Sən dəyəri müəyyən edə bilmirsənsə, sən büdcəni necə formalaşdırırsan? Sən necə göndərirsən bu pulları ora Sən də bura? yarım yerlik formalaşdırdılar. Ha, qardaş. Maliyyə Nazirliyinə görürsən ki, yalan məlumatlar verir. Xeyr, xeyr, mən deyim necə? Mən deyim. Deməli, hər bir dəqiqə, mən bir dənə şey göstərəm. Bax bu məktubdan hər bir burada bəyannamə verən şirkətə versələr, xanım. Vallahi billah bir dənə hesablayın da ha vaxt çıxacaqlar. Nətər olur onlara vermirsən, mənə verirsən. Nətər olur hamısı düzgün təyin edir. Gəlin bir dənə yoxlama gəlsin bura, bir dənə idarə gəlsin, audit gəlsin. Bəli, müəllim, cənab prezident danışdıqları hamısı buradadır. Qardaş, bəs qohumbazlıq, ikili standart, onu ötür, bunu çölə burax, buna yaxın getmə, ona dəymə, Ramil Aslanov gələndə götür saxla. Buyur deyirsə, Siyasətini yedir. bəs müəllim, mən onu demək istəyirəm yenə də. Mən onsuz da gəlirəm Şahin müəllim. Şahin Bağırovu vəzifəsindən düşürmək istəyir. Yoxsa nədir bu atdıqlardan məqsəd? Emin Ramazanovun, Emin Ramazanovun bir dənə prinsipi varsa həyatda o da mənəm. Emin Ramazanovun bir dənə prinsipi varsa mənəm və yenə də buradan demək istəyirəm ki, ölkədə narazılıqları, bax gördünüz narazılıq kişi. Yəni hələ çoxsu susur. Vallahi billah bu narazı kütlənin formalaşdırılmasında Elmir Ramazanovun bu günləri bu məktubdan da sübutu var. Bu məktub, heç mən uzaq getmirəm. Yəni növbəti addımı Şahin Bağırovun işinin öhdəsindən gələ bilməməsini göstərməsindən demir. Şahin müəllim də deyir ki, işinin öhdəsindən gəlməməsini göstərmir. yox, xeyr. Bunun da rəhbəri Şahin Bağırov. Gedək onu Şahin müəllimdən soruşaq. Oldu. Getdik, etdik. Bildirirsiniz ki, Xalq İqtidar Birliyinin Azərbaycanda inkişafı əsas prioritetdir sizin üçün. Bəli. Amma Elmir Ramazanov xalqı sərsidir. Elmir Ramazanovun bugünkü gündə elədiyi əməllər sırf sizin birinci verdiyiniz sərəncamlara ziddir, sevdiyiniz tapşırıqlara ziddir. Bugün mən gəlmişəm bura və buradan indi girəcəyik içəri. Xahiş edəcəm Şahin müəllim Bağırov məni qəbul eləsin. Bəlkə Şahin müəllimə qulaq asdı Elmir Ramazanov. Bəlkə Şahin müəllim izah eləyə bildi. Buradan mən bir daha səslənirəm. Şahin müəllim, bəlkə də baxırsınız indi. Mən bu dəqiqə daxil olacağam və xahiş edəcəm ki, Şahin müəllim özü müdaxilə eləsin bu məsələyə. Axı bu boyda süründürməçilik ola bilməz. Axı əgər məktubunda, bayaqki məktubunda sizə göstərmişdikdə, bunlar bu günləri məktub veriblər və bu məktubda konkret göstərir ki, Araz sistemi avtomatlaşdırılmış risk analizi sistemi tərəfindən mən qırmızı dəhliz, bax oxuya bilərsiniz. Qırmızı dəhliz müəyyən edilmişdir. Elmir Ramazanov, bir daha deyirəm, gömrük qanunvericiliyini xahiş edirəm, aç oxu. Əgər mənim şirkətim birinci o yerə gətirim çıxardım ki, birinci ondan danışaq ki, qırmızı dəhlizə mən niyə düşmüşəm müəllim? Maraqlı bir şeydir. Nə oldu? Bunların himayə elədiyi şirkətlər qırmızı dəhlizə düşmədilər. Mən 17 malla gəldim Sizin düşdüm. qırmızı dəhlizə ümumiyyətlə düşməyinizlə bağlı məlumatınız olur. Elmir Ramazanov və digərləri dəfələrlə bildiriblər ki, mənim mallarım 35 min dəfə yoxlanılıb. Onun üçündən əyri-əsi bir məsələ çıxmayıbdır. Xırda bir şeylər ola bilər, nəsə olsa necə də olmayıbdır. Üstündə bir açıqlama verin ki, qırmızı dəhliz dedikləri nə? Müəllim, qırmızı dəhliz deyəndə bunların Araz sistemi var. Avtomatlaşdırılmış risk analiz sistemi. Həmin sistemə əgər düşürsənsə, məndən heç bir ərzət ehtiyac yoxdur. Sadəcə düşübdür, qırmızıdasan, zəhmət çək, maşını sal çəri, mən etiraz eləmirəm, gələk, bax, məni yola saçqım gedim. Bir də ki, burada məsələ biz necədir? Bəli. Qırmızı dəhlizə düşmüsünüzsə, sizin malınızın yoxlanışı və buraxılması. Bəli. Neçə gün çəkməli? Yəni qabaq o 3 gün idi, sonra onu qısaltdılar, daha çox idi. 3 gün idi. Köhnə sistemlə işləyirlər. 24 saat ərzində bu təyin olmalı, baxılmalıdır, amma yenə də məsələ nədir? Diqqət edin. Əgərləri bütün sahibkarlara bax bu məktub kimi. Gəlin belə götürək ki, bütün sahibkarlara bu məktub verilsə, cənab prezident, mən çox üzr istəyirəm, xahiş edirəm sizdən. Bizə kömək eləyin, mənə kömək eləyin şəxsən. Mənim kimi sahibkarlar orada var, danışa bilmirlər. Mənim borcumdur cənab prezident. Siz deyirsiniz ki, yəni ictimailəşdirin, göstərin. Mən göstərirəm. Mən göstərəcəm. Əgər bütün sahibkarlara bu sənədlər, bu belə bir məktub verilsə,
Siz diqqət edin, kimi yenə də qayıdırıq 2000 bəyannaməyə. Onda onların fiziki cəhətdən heç vaxtı olmayacaqdı belə şey. Hava çıxacaqlar bu mallar. Nə oldu elə mən düşdüm. Bəli. İzləyicimiz soruşur ki, bayaqları qəbula gedib Bakı Baş Gömrük İdarəsində. Bəli. Qəbulda sizə nə dedilər? Qəbulda bu məktubu verdilər. Buyurun. məktubdur? Elmi Ramazan deyir ki, sən qırmızı dəhlizdəsən. Eyni zamanda bax göstərir ki, deyirsən qırmızı dəhlizə düşmüsən. Yəni yenə də üzr istəyirəm, çox üzr istəyirəm. Bayaqlar dediyim kimi, yumurta verməyən toyuqdur, kəsin bunu. Sən qırmızı dəhlizdəsən. Amma 165 min adı içində olan malla digər şirkətlər himayə elədiyi şirkətdir. Çünki mən himayə elədiyi şirkətlərdən deyiləm. Çünki mən o Elmir Ramazanovun himayə elədiyi. müəllim məntiqi çıxır da burada. Niyə çıxmır ki? Qardaş ki, orada var da niyə hamısı qırmızıya düşmür? Mən düşdüm qırmızıya. Yaxşı, Nərgiz xanım əgərləri fikir verin burada. Əgər deyir ki, mən dəyəri müəyyənləşdirə bilmirəm. Sən dəyəri müəyyənləşdirə bilmirsənsə, Şahin müəllim. Kimdə yəni? Bir dəqiqə. Yox, diqqət edin. Dəyəri müəyyənləşdirə bilmirlərsə, onda sənin sistemi işləmir. Düz demirəm bəlkə? Sənin sistemi işləmir. Sistem işləmir ki, və yaxud da ki, lazımı adam yerində Sistemdən deyil. fərqli olaraq burada artıq əməkdaşın savadsızlığı və əməkdaşın lazımsız bir kadr olduğu ortaya çıxır da. Müəllim sadəcə Bunu bəli, dəqiqləşdirə bilmirsən, bəli. o zaman Bunlar savadsızlıqdan baxa işdən azad olunmalı. sadəcə burada bir dənə nüans var. Yenə də tarif haqqında qanuna əl atsaq 18-ci maddənin 5-ci 18.5 səhv eləmirəmsə göstərir ki, ən asan və ən sadə yolla sən hesablama aparmalısan, baxmalısan. Bir, ikinci də ki, əgər sən bu məktubu belə yazırdınsa, bu günləri yazdın da, gördün ki, jurnalistlər gəliblər, gördün ki, media informasiyası Elmir Ramazanov. Yenə də burada səhv eləmirsən. Burada mənə göstərilir ki, qeyd olunan burada göstərir ki, burada göstərir axırda. Deməli, baxış aktının imzalanması üçün gömrük nəzarəti zonasına yaxınlaşmanız sizdən xahiş olunur. Mən bəq oradaydım da, məndən ərzəni niyə istəyirsən Elmir Ramazanov? Amir bəy, tək sizin mallarınızı qiymətləndirmirlər. Hə, mənim mallarımı qiymətləndirə bilmirlər. Mən Azərbaycanda böyük probleməm. Mənim mallarım problemdir. Ona görə də, cənab prezident, siz özünüz demirsiniz ki, siz xalqın xidmətçisiniz və xalqın xidmətçisi, bir dəqiqə mənim, xalqın xidmətçisiniz. Eyni zamanda onda Şahin müəllim də xalqın xidmətçisi olmalıdır. İndi gəlin yaxınlaşaq görək, məni Şahin müəllim qəbul eləyir, eləmir. Gəlin yaxınlaşaq. Mən mavinlər lazım deyil. Mavinlər məni qəbul eləyir. Hərəsə heç kim Elmir Ramazanov heç kim gücü satmır. Heç Elnur Əliyevin də gücü satmır. Hansı ki deyir ki, mənim dəstəkləyicim odur. Onda belə çıxır ki, onun da gücü satmır. Bəs kimin gücü satır? Elmir müəllim deyir. Bəli. Yəni hər yerdə belə qeyri-legal danışır ki, mənim. O qardaş, onda kimə arxalanırsan Elmir Ramazanov? Cənab prezident özü deyir ki, kimə arxalanırlarsa, mən onun arxasında duranlarla, yəni baxacağıq məsələlərə. Axırda da elə olacaqdı. Necə ki, indiyənə kimi olubdu. Ben yine de deyirəm, burada nə demək istəyirəm? Elmir Ramazanov, yazmısan ki, boşum gömrük nəzarəti zonunun yoxlanılması üçün gömrük nəzarət zonasına yaxınlaşmalı xahiş olunur. Mən oradaydım da, bəs mənim məktubumu neynisən? Məqsəd nə danışır ki, məndən məktub istəyirsən? Qardaş, zolağa düşmüşəm, qırmızı zolaqdır, qırmızı dəhlizdir, araz sistemidir, nədir başa düşmürəm. İşlədə bilmirsiniz, sübut. Ki, Nərgiz təyin edə bilmir. Nərgiz amma qrup rəhbəridir. Yaxşı, təyin edə bilmirsə, qardaş, zorla salmalısan. Çünki qanunvericilik deyir ki, əgər sən qırmızı dəhlizdəsənsə, dərhal baxış keçirilməlidir. Mən kiməm ki burada? Göndərim nümayəndəmi, göndərim gəlsin işçilərim dursun orada. Başda da, bəs başda ki, mən niyə növrə narazılıq satmalıyım ortada? Gedək onda biz Yaxınlaşaq. bunları... Dəyərli izləyicilər. Ne oldu bağladılar? Bu da xidmət. Qapılar bağlandı. Bizim pullarla bunlar maaş alırlar. Bizim pullarla açıldı. Mən Şahin müəllimin qəbulunu olar. Olar. Gedək görək Şahin müəllim qəbul eləsin. Bir dəqiqə. Və onlar çəkiliş eləməyəcək. Mən Şahin müəllim istəyirəm. Amma indidən burada deyirəm. Mən Şahin müəllimdən başqa heç kimi istəmirəm. Mənə Şahin müəllim lazımdır ki, bəlkə Şahin müəllim Elmir Ramazanovu göstəriş verə bilsin. Oldu. Mən bu günləri məlumat verəcəm hamısına. Nə başa? Gözləyir bu da. Sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, dəstəkləyirsiniz və bu günləri biz burada həqiqətən ictimaiyyətə göstəririk nə baş verir. Mən ona görə bu qərar oldu ki, Şahin müəllim qəbul edə bilmədi, amma kimsə rəhbər şəxslərdən Elmir Ramazanova izah elədi ki, sən bunun malını açmalısan.
və malı açılışa ver. Nümayəndə gəlir, işçilərimi göndərəcəm. Mal açılış olacaq, baxacaqlar. Kimsə deyib ki, malın içində artıqdır, malın içində əksikdir. Yenə də şayələrlə idarə olunma faktoru gəldi çıxdı ortada. Və şükür Allaha Elmir Ramazanova öz vəzifəsini izah edən oldu. Vəzifə təlimatını göstərdilər ki, qardaş, belə deyil. Sən düz eləmirsən, sən açmalısan, mala baxış keçirməlisən. Əgər malın içində nəsə uyğunsuzluq olarsa, akt şəklində mən və digərləri imzalayacaq. İndi işçilərimi göndərəcəyik. İnşallah oradan da yaqin ki, əgər hansısa mən dedim burada, hansısa bir ədalətsizlik, hansısa bir haqsızlıq baş verəcəksə, oradan birbaşa canlı yayımla göstəriləcək. İkinci, ayın 17-si mən buradan dövlətimizdə media informasiyada işləyən bütün jurnalistlərə müraciət edirəm. Mən ayın 17-si səhər tezdən avtobus təşkil edəcəm. Həmin avtobusla Şahin müəllim İmişlidə qəbulu var. Zəhmət olmasa 17-si hamımız gedəcəyik ora. Görək Elmir Ramazanovun növbəti sərgüzəştləri nə ilə qutaracaqdır. Elmir Ramazanovun şıltaqlığına lazım deyil bir balaca. Şıltaqdır da biraz da. Yəni ola bilər naziklik edir. Lazım deyil Şahin müəllim uymaq. Yəni bu günləri Elmir Ramazanov Qanuni Öz. tələbə əvəzinə şıltaqlıq. Yox, məsələ bir siz nədə gəldi? Sizə mən özü göstərim. Elmir Ramazanov o himayə etdiyi şirkətlərə hansı güzəştləri formaları verirsə, oradan öz maliyyə iqtisadiyyatını düzəldirsə və digərlərinə kiməsə himayə edirsə, o çatışmamazlıq baş verir axı büdcədə. Həmin çatışmamazlığı bu günləri bizlərdən çıxardır. Həmin çatışmamazlığı o aqrotexnika gətirən bugünkü sahibkar var idi. Çıxdı canından bezib uje danışdı. Aqrotexnika vasitələri 0% Elmir Ramazanov. Aç oxu prezidentin sərəncamını, mən də orada danışmadım, içəridə gördüm o kişini. Olmaz belə şeylər. Bilmirsənsə, qardaş, xahiş edirəm, onda ki, başqa bir vəzifədə otur, qoy bir başqası idarə eləsin. Səndən savadlı oğlanlar var, səndən orada bilikli oğlanlar var. Bu formaya ümumiyyətlə Elmir Ramazanov hörmət eləmək lazımdır. Çünki bu formanı daşıyan 1000 dənə qeyrətli oğlanlar, qızlar var burada. Hansılara ki, efir vasitəsilə, indi mən xahiş edəcəm vətəndaşlardan da bizim Azərbaycan vətəndaşlarına. Nalayiq sözlər lazım deyil xanımlara, o birisine. Yəni ki, bunların içində həqiqətən özünü tanıyan dastoyun oğlanlar var, dastoyun qızlar var. Hansı ki, savadlıdırlar, bilirlər, hansı ki, öz işlərinin professionalıdırlar. Sadəcə onları qabağa çəkmək olmur. Niyə görə? Elmir Ramazanova lazımdır ki, məsələn, Aqil, nədir onun adı, familiyası? Mən ona Aqil Abbas Aqil deyirəm, Babayev. üzr istəyirəm. Hə, Aqil Badov. Nəysə, Aqil Babayev. onun əlində xüsusi texnika var. O əlinə götürür bir dənə avadanlıq sumkanı belə. Bu moment onun əlinin üstündə rəqəmlər çıxır. Malın qiyməti. So, ehtiyac yoxdur getməyə. Dünənləri Nərgiz xanım Həmidova, Onda belə çıxır ki, təzə icadına dünənləri Ali bəy Nərgiz xanım istifadə edir də. Hə, dünənləri Nərgiz Həmidova qanunvericilik nə deyir? Kısaca 18-ci maddədə deyir ki, xarici saytlardan qiymət götürülə bilməz. Dünəndən mənim gözüm qabağında girir saytdan qiymət çıxardır. Xarici saytdan qiymət çıxardır ha qardaş. Bunlar qanunsuz olan bir şeyi qanunu diktə edirlər. Necə ki, Kənan Əsədov məktubunda bildirir ki, normativ hüquqi aktlara güya təyin olunub, normativ hüquqi aktlara əsaslanır. Bunların daxili təlimatları, hansı ki, daxili təlimatlarına uyğun olaraq hərəkət etməlidir. O bir aidiyyəti yoxdur. Onun vətəndaşa tətbiq eləmək olmaz. Bayaqları Bakı gömrüyündə də mənimlə danışanda dedilər ki, həmin 2014-cü il oktyabr ayının 100/143 sayılı sərəncamı Dövlət Gömrük Komitəsi tərəfindən imzalanmış sərəncam. Bu e-qanunda var. Zəhmət olmasa e-qanunu açın. Mən buradan onu bildirmək istəyirəm. Elmir müəllim Ramazanov sizə də aç e-qanunu, orada aşağıda göstərilibdir ki, qardaş, o Ədliyyə Naziri tərəfindən təsdiq olunmuyubdur. O normativ hüquqi akt deyil. Məni bu dəqiqə dinləyən var bu Azərbaycanda, bu hüquqşünaslar var. Zəhmət olmasa izah edin bunlara ki, bu olmaz. Yenə də sağ olsun Gömrük Komitəsi, eyb yox. Dedilər, cənab prezident, mən bu məsələ ilə əlaqədar mütəmmədi olaraq sizi buradan bildirəcəm. Başqa əlacım yoxdur. Siz arxansınız ki, buradan idarədən tapşırıldı və bu gün sizin əməkdaşlarınız Elmir Ramazanovun qəbuluna gedib bu malı açdıra biləcəklər orada. Ola bilər mal açılacaq. Mal açılmağına açılmaq ehtimalı var. Ehtimal nəzəriyyət. Ola bilər açılacaqdır.
Amma orada Nə növbəti baş verdi? şıltaqlıq nəticəsində növbəti mənə nə hansı bir ruslar rus dilində deyirlər pregradalar, hansı maneçiliklər nə olacaqdır? O Hansı haqqda mən tələblərin danışacağam. olacağını hələ bilmirsiniz. Yo, o baxacaq da indi görək də. Yəni bu mal Elmi Ramazanov, buradan efir vasitəsilə deyirəm. Həmin bu mal 18 gün bundan qabaq gəlibdi. Biləsiz, 2 ayda yığışıb mal bir yerə 100 kilo olubdu. Onun 50 kilosunu göndərmiş indi 50 kilosu yerdə qalmışdı. Göndərmişik bundan. Eyni tipli mallardır. Niyə buraxırdın bundan qabaq? Niyə mən riskdə? Bir də ki risk emalı hardan Bundan çıxdı? qabaq qiymətləndirə bilib, amma bundan indikini qiymətləndirə bilmirlər. Bəli, ona görə də bu günləri bilirsiniz necə bu sistem deyirlər Elmi ha. Ramazanovun bu cür əməllərinə nə qiymət verirlər ümumiyyətlə bu baş idarədə? Heç nə, Elmi Ramazanov bu Komitə buna nə cür yanaşır? Yəni yanaşması nədir? Bizə əsas maraqlı olan komitənin yerli belə deyək, ambarlarda olan rəislərinin etdiyi hərəkətlərə yanaşması. Nədir yanaşma? Yəni mövqe nədir bunlarda? mövqe yenə də deyirəm, Düz bizim edirmi, kimiləri səhv mi edir? düz edir, kim düz edir? İndi bunların açıqlaması nədir sizə ki, bu yerli əməkdaşı düzmü edibdi, sadəcə cüzi hardasa səhvə yol verib, yoxsa ümumiyyətlə səhvə yol verib? Valla sağ olsunlar, məni qəbul eləyənlər özləri baxdılar və rəhbərliyə məruzə elədilər ki, burada qəliz bir şey yoxdur. Düzdür, anlaşılmazlıq kimi götürdülər və bu malların içində elə bir problem olmadığını bildirdilər. Lakin mən də izah elədim ki, həqiqətən bu malların içində elə bir anlaşılmazlıq olmayan bir şey Olur yoxdur. abi ben. Yəqin mallar açılanda mətbuata açıqlama Mallar verəcəksiniz. açılacaqdı. Mən bütün hamısını, bütün addım-addım və Təşəkkür buradan indi qalsın növbəti dəfəyə hal-hazırda İstintaq İdarəsinə mənim materialı veriblər. Qısaca məlumat vermək istəyirəm. Şahman müəllim Möhsümov. Sizə minnətdaram. Məni dinləyirsiniz, məktublarıma baxırsınız. Şahman müəllim, sadəcə biləsiniz ki, Şahman müəllim sizdən də xahiş edirəm. Respublika prokurorluğundan, korrupsiya idarəsindən, prokurorluğundan məktub gedibdi İstintaq İdarəsinə və orada mənim şikayətlərimə baxılması barədə 207-ci maddəni əsas tutaraq bildiriblər ki, müstəntiq qərar versin. Amma müstəntiq bugünkü günə kimi nə Elmi Ramazanov izahata çağırıb, nə digərlərini izahata çağırıb, heç bir istintaq hərəkətlər olmayıb. Bir də ki, mənim qabağıma qoyublar ki, biz tərcümə edirik sənə. Buradan dövlətin həqiqətən çox elmi hüququ olan insanlar var, müraciət edir. 84-cü prosessual məcəllə nə deyir? Əgər material təhqiqat tərəfindən tamamlanmayıbsa, sən onu istintaqa verə bilməzsən 1. İkincisi də ki, sən onu tamamlayıb verməlisən 2. Üçüncüsü, sən onu tərcümə edirsənsə, notarial qaydada sən onu və yaxud da ki, tərcüməçinin imzası ilə, möhürü ilə təsdiqlənmiş qabağıma kağız parçası qoyublar, deyirlər budur. Qardaş, bir kağız parçası ilə sən mənim taleyimi həll edə bilməzsən. Eyni zamanda nətər olur ki, həmin sənədlərin içində 23 ton çəkidə konteyner göstərirlər. Heç mənim şirkətimə də gəlməyib, nəysə də. Amma məndə özümdə 21 ton çəkidə olubdu. Yəni yolda biz onun içində 2 ton buz gətirirdik, buz əridi ya da yolda o piratlar var, deyirəm, Evet, Savalin quldurları. Onlar onun içini götürdülər. Nəticədə 44 adda Kitaydan çıxıb 17 adda məndə gəlib çıxıbdı. Çox böyle gülməli qəşəng bir faktordur ki. 44 adda Kitaydan çıxıb 17 adda gəlib burada Bəli, sizə bəli, təbrik bəli. 17 adda məndə çıxıb, özləri də akt eləyiblər ki, 17 addadır. Amma oradan Kitaydan mənə deyirlər ki, sənəd gəlibdi, 44 addadır. Xahiş edirəm bu barədə növbəti yəqin ki, növbəti müraciətimdə cənab prezidentə mən bu barədə ətraflı danışacağam. Hələ ki gedir, indi çox güman ki, mən düşünürəm ki, qərar veriləcəkdir. Yəni müddətlər də pozulur, prosessual pozuntular var. Orada yəni ki, obyektiv cəhətdən heç nəyə baxılmır. Sadəcə get, gəl, bax, düzdür, çağırmırlar, indi baxırlar, çalışırlar, çağırmasınlar. Mən gedib danışanda biraz çox danışıram. Ola bilər. Buradan təşəkkürümü bildirirəm sizlərə ki, dəstək oldunuz bu günləri. Həmin o sizin vasitənizlə mən Milli İnformasiya vasitəsilə cənab prezidentə buradan səsimi verdim və ümid edirəm ki, tədbir görüləcək. İndi isə, bəli, indi isə gedək, mən davam edeyim oradan, görək nəticəsi nə olur. Açaq, baxaq, görək, bəlkə içindən əjdaha balasının yumurtası çıxacaq. Deyirsən, toyuq yumurtlamadı, kəsmək istəyirdi.